Neurolang proqramından istifadə edərək almanca praktik edirəm və necə istifadə etdiyimi sizə göstərmək istəyirəm. Bu hal-hazırda Neurolangın özünün generasiya etdiyi hekayədir və mən 4-cü cümləni oxuyurdum və istədim sizinlə də paylaşım. Cümlə qeyd olunub. Məsələn, Die Frau lächelte geheimnisvoll und antwortete, dass es nicht das große Glück sei, dass man suche, sondern die kleinen Momente des Alltags, die zählen. Bu belə qeyd olunub. Burada mən bilmədiyim sözlər var idi. Məsəl üçün, lächelte, geheimnisvoll və zählen. Bunların üzərində klikləyəndə həqiqətən, məsəl üçün, bu düyməyə bastım, şəkil generasiya elədi də. Və mən baxıram, görürəm ki, burada gülən bir insan var da, yəni gülmə hərəkəti var. Lächelte həqiqətən də gülməkdir. Geheimnisvoll isə bir neçə şəklə baxdım, sirli anlamını verirdi. Həqiqətən də baxıram ki, mysterious, yəni sirli deməkdir. Ümumiyyətlə, maksimum çalışıram ki, kartı çevirməyim. Denən niyə? Çünki, bax, geheimnisvoll dedim, məsələn, belə bir şey görürəm də, məndə necə bir təəssürat yaradır? Qoy elə o təəssüratla da qalsın. Yəni, çalışıram ki, belə eləyim. Yəni, geheimnisvoll, deməli, bu belə bir təəssürat mənə verməlidir. Azərbaycanca istəmirəm tərcümə eləyim. Məsələn, lächelte deyində bunu görürsən. Yəni, bu hərəkəti edən adam, heç adını da sevmirəm. Yəni, gülən adam və yaxud da gülmək hərəkəti deyə heç ifadə belə etmək istəmirəm. Yəni, burada nə görürəmsə o baş verir. Lächelte. Bu baş verir. Vəssalam. Yəni, beynimdə belə oturması lazımdır. Yəni, mən belə yanaşıram məsələyə. Və daha sonra artıq cümləni başa düşürəm. Ondan sonra gəlirəm, puzzle'lar edirəm. Bir dənə də şey sonda edirəm açığı. Yəni, o da ki, necə deyim, ürəyimə tam yatmırsa da, burada ümumi bir dənə tərcümə elətdirirəm ki, görüm hələ, yəni, o cümləni onlar birdən tamamilə səhv başa düşərəm də. Burada söz-bəsöz tərcümələri var. Məsələn, burada almancasıdır, burada ingiliscəsidir. Yəni, siz bunu Azərbaycanca və ya türkçə də seçə bilərdiniz. Oxuyuram ki, görüm hələ cümləni düzgün başa düşmüşəm. Vəssalam. Ondan sonra artıq gəlir puzzle'lar var. Puzzle'lar edirsən. Sonra ən çox sevdiyim, bax, bunu edirəm. Active recall edirəm. Active recall nədir də? Bu cümlənin eynisini qurmalısan, düzdürmü? Gözünü yumub qura bilərsən. Deyərsən ki, əvvəlcə bu cümlə gəldi. Burada nə dedi? Antwort edə, unuttun, baxdın. Amma sən buna baxanda istərsəmiz gözün başqalarına da dəyir. Sən active recall deyəndə etap gedirsən. Məsələn, etap gedirsən belə. Fərz edək ki, bunu unuttun. Antwort edən, unuttun. Bir dənə hint alırsan. Bir dənə də. Tutaq ki, antı gördün, o ki, yad olacaq. Antwort edə, o ki, öyrəndin, yəni yadıma düşdü. Baxırsan ki, düz demişsən. Anladınız? Yəni, belə, yəni, bu qaydada eləyirəm və cümlənin hər bir sözü şəkillərindən olduğuna görə də adama maraq yaradır. Yəni, biri var ki, belə quru cümlələrlə görəsən, məsələn, quru cümlə ilə gedəsən, dərs oxuyulmuş kimi olursan da, amma belə şəkillərlə onda maraqlı olur. Mən çox sevirəm həqiqətən. Bu qədər. Ümid edirəm sizin üçün də faydalı olar.